Hə. Deməli biz tarixi öyrənərkən deyirik ki, qədim insanlar 1,5 milyon il bundan əvvəl nə ediblər? 1,5 milyon il bundan əvvəl Azərbaycan ərazisində yaşayıblar. Azərbaycan ərazisində məskunlaşıblar. Düzdürmü? Hı. Aysa Aha. biz bunu nəyə əsasən deyirik ki? Tapdığımız hər hansı bir tapıntıya əsasən deyirik də, düzdür? Arxeoloji qazıntılar, yəni Aysa, mənbələr əsasında. bəli, arxeoloji qazıntılar və bizim arxeoloji qazıntımız da adlanır tarixi mənbələr. Həmin bu mənbələr bölünəcək iki yerə. Düzdürmü? Bəli. Var yazılı mənbələr, bir də ki var Bir də şifahi. maddi mənbələr. Yazılı və maddi. Yaxşımı? Hə, hə. Aysa o Tamam. yazılı mənbələr nələrdir? Məsələn, tutalım ki, biz hər hansı bir qədim kitab tapmışıq, bir abidə tapmışıq. Ümumiyyətlə yazı olsun. Yazını oxuyaraq biz tarixi öyrəniriksə, bu necə mənbədir? Yazılı mənbədir. Aydındır. Az sağ ol, amma Bəli. bəli, maddi mənbələr nələrdir? Maddi mənbələr məsələn, hər hansı bir silah tapırıq. Məsələn, deyirik ki, azıq adamının alt çənə sümüyü. Bu yazılı mənbə olmayacaq ki, bu maddidir də. Bəli. Yəni arxeoloji qazıntılar nəticəsində tapılıbdır. Az sağ ol, bəli. Və biz tarixi müəyyən bir zaman ardıcıllığı ilə öyrənirik biz. Zaman ardıcıllığına əməl eləməsək, tarixi nə edə bilmərik biz? Öyrənə bilmərik. Düzdürmü? Və tarix Bəli. zaman ardıcılığı ilə öyrənən elm hansıdır? Xronologiya. Xronologiya, bəli. Xronos nə deməkdir? Xronos zaman deməkdir, logos da elm. Logos, elm deməkdir. Təbii ki, bunlar hər biri Yunan sözləridir. Aydındır. Bəli. Bəli. Biz tarixi hesablayarkən müəyyən bir başlanğıc anından, müəyyən bir nöqtədən hesablayırıq. Düzdür? Eradan əvvəl, bir də eradan sonra Bəli. olsun. Deməli, həmin başlanğıc anımız nə adlanacaq bizim? Eradan əvvəl. Era adlanacaq. Başlanğıc anımız eradır. Hə, hə, era. Aydındır. Və bu Bəli. başlanğıc anımız, eramız istər həqiqi bir hadisə ola bilər və yaxud hər hansı bir xəyali bir hadisə, mifə uyğun bir şey də ola bilər. Aydındır. Bəli. Məsələn, biz dünyada ən vacib hansı təqvimləri tanıyırıq? Hansı tarixləri? Hicri təqvim. Hicri və miladi təqvim. Miladi. Bəli, Amma bizim istifadə etdiyimiz hicri idi də. biz miladi təqvimdən istifadə edirik. Miladi. Yadında qalsın. Qulaq as. Yadında qalsın. Dünyəvi qaydalarla idarə edilən dövlətlər istifadə eləyirlər miladi təqvimdən. Azərbaycan Respublikası da dünyəvi qaydalarla idarə edilən dövlət olduğu üçün Azərbaycan Respublikasında da istifadə olunur nədən? Miladi təqvimdən. Miladi. Aydındır. Amma İslam Bəli. respublikaları ki var, məsələn Pakistan İslam Respublikası, İran İslam Respublikası, İraq, Əfqanistan İslam Respublikası bunlar nədən istifadə edirlər? Hicri təqvimdən istifadə edirlər. Bəli. Aydındır. Bəli. Məsələn, Ramazan ayı gəlir. Düzdürmü? Bəli. Hicri təqvimdə də il neçəyə bölünür? 12 dənə aya bölünür. Necə miladi təqvimdə il 12 aya bölünür? Onlarda da elə. Və o aylardan da biri, 12 aydan biri Ramazandır. Bizim məsələn mart ayımızın üst-üstə düşür və yaxud aprel ayı ilə üst-üstə düşür. Aydındır. Bəli, bəli. Milad təqvimi, milad günü hansı gündür? Nə baş verir milad günü? İsa peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü gün. Qatışdırmıyor. Anadan olduğu. Qatışdırmıyor. Məkkədən Mədinəyə keçir. İsa peyğəmbərin anadan olduğu günü idi. Sağ ol. İsa Məsihin anadan olduğu gün idi. Bəli, düppələndüz. Və biz bu tarixi adlandıracağıq milad günü. Bax, məsələn, kanallarda falan görərsəni, biz yeni il qeyd eləyəndə baxırıq ki, televiziyada məsələn deyilir ki, Avropada milad bayramı qeyd olunur. Düzdürmü? Milad bayramı İsa Məsihin anadan olmasını nə edirlər? Anadan olmasını qeyd edirlər. Aydındır? Hicri. Hicret nə deməkdir? Köç etmək deməkdir. Ay, sağ ol. Hicri təqvim hansı hadisə ilə bağlıdır?
Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü günü idi. Məhəmməd Peyğəmbərin Məkkədən Mədiniyə köçdüyü gün idi. Deməli, Məhəmməd Peyğəmbərin Məkkədən Mədiniyə köçdüyü gün ümumiyyətlə İslam tarixində belə böyük və əhəmiyyətli bir hadisədir. Aydındır? Bəli. Ay sağ ol. Yaxşı. Azərbaycan Respublikasında da biz bildik hansı təqvimdən istifadə edilir? Miladi təqvimindən. Azərbaycan Respublikasında da bəli, miladi təqvimdən istifadə edilir. Miladi təqvimdə bir il neçə aya bərabərdir? 301 il neçə aya? 12 aya. 12 aya bərabərdir. 365 və yaxud 366 gündür də. Aydındır? Bəli. Yaxşı. Miladdan öncəki hadisələr eradan əvvəl yoxsa bizim eramız? Eradan əvvəl olmalıdır. Eradan əvvəl, bəli. Bəs miladdan günümüzə qədər olan hadisələr Eradan sonra. bizim eramız. Yaxşımı? Bəs eradan sonra necə idi? Eradan sonra anlayışı istifadə eləmirik biz. Artıq eradan sonraki məqam var, era baş verəndən bizə kimi. Onu biz adlandıracağıq bizim eramız. Aydın? Tamam. Məsələn, bizə sual versələr ki, İsa Peyğəmbər neçə il bundan əvvəl anadan olub? Nə deyərik? Eradan əvvəl olunur. İsa Peyğəmbər nə gün anadan olub? Milad günü anadan olub, değil mi? Həmin o arasında. Onda necə deməliyik? Erada. Bax, qulaq as. Onu biz götürəcəyik 0-cı il və yaxud 0-cı gün, o milad günün ədəd oxunda 0 kimi göstərsək və bizim eramızı başlayıb müsbət ədədlər kimi 1, 2, 3, 4 kimi göstərsək, 1-ci il, 2-ci il, 3-cü il, 4-cü il, nəhayət gəldi çıxdı 2024, 2025, 2026. Deməli, İsa Məsih neçə il bundan əvvəl anadan olub? 2026 il bundan əvvəl anadan olub. Anladım. Aydındır, başa düşdük. Bəli. Bəzən biz fikirləşmişik ki, demişik elə görəsən bu boyda dünya cəmi 2026 ildir ki var. Yəni bu 2026 il çox qısa bir müddətdir də, düzdür? Bax, həmin o 0-cı ildən, yəni 0-cı il işlətmirik, mən sənə başa düşməyivə görə daha rahat deyirəm. Milad günündən günümüzə kimi olan bu dövr var deyə, bu adlanacaq bizim eramız. Anladım. İsa Məsih anadan olmamış əvvəlki hadisələrsə adlanacaq eramızdan əvvəl, yəni İsa Məsih doğulmamışdan əvvəl. Aydındır? Bəli. Ay sağ ol. Daha sonra bununla bağlı çətin bir şey var. Xeyr. Bunu indi biz ümumi tarixdə daha yaxşı şəkildə keçəcəyik. Yəni narahat olma, təkrar eləmiş olacaqsan. Bir era neçə ilə bərabərdir? Bir era 1000 idi. Ay maladız. İndi tutalım ki, sənə desələr ki, neçənci erada yaşayırıq biz hal-hazırda? Nə deyərsən? Müəllim, 20-ci deyərəm, 20-ci era. Bax, qulaq as da. Tutalım 20 dənə eramız var. Düzdür? Hər eramızda 1000 ildir. 20-ni 1000 əbranda neçə eləyəcək? Çox olur. 20.000. Onda ikinci era deyilirdi onda, hə? Qulaq as, bax, fikir ver. Hal-hazırda neçə yaşın içindəsən? 16-nın içindəyim. Ay sağ ol, 16-nın içindəsən. 15-i tamam eləyibsən, 15 bitib. Səndən soruşuram, neçə yaşın var, neçənin içindəsən? Deyirsən, 16-nın içindəyim. İndi bir dənə 1000 ili biz tamam eləmişik də, düzdür? Bəli. 2000-i də tamam eləmişik də, düzdür? 2000 də tamam olub da, 2000-in düzdürmü? Bəli. Ay sağ ol. Və biz hal-hazırda 3000-ci ilə keçmişik, 2026-da, yəni 2000 ili keçmişik yəni. Hə. Deməli biz neçənci ilindəyik?
Yəni onda 3-cü eradayıq. Ay malades, biz hal-hazırda 3-cü minillikdə yaşayırıq, 3-cü erada yaşayırıq. Aydındır? Bəli. Əla. Eranı bildik. Əsr. Əsr neçə ilə bərabərdir? 100 ilə Yarım əsr dedikdə 50 il. 50 Müəllim səsiniz 50 ilə bərabərdir. Bilirəm, sən sözün var orada. yox. 50 ilə Tamam. bərabərdir. Bəli, tamamilə haqlısan. Yarım əsrdə dedikdə biz dedik ki, 50 ilə bərabər olacaq və orada var rüb anlayışı. İndi birinci biz orada əsr anlayışını xırdalayaq, ondan sonra keçək rüb anlayışına. Bax, əsr anlayışı da dediyi 100 ilə bərabərdir, də düzdür. Bəli. Hal-hazırda 2026-cı ildir. Düzdürmü? Bəli. Ay sağ ol. 2026-nın neçənci əsr olduğunu necə taparıq? 19-cu əsr deyilir. Bax, qulaq as. 2000 bölünsün 100 ilə. Neçə eləyəcək? 2010 eləyəcək. 2000-i bölürük 100-ə, yox, 20 eləyəcək. 20 eləyəcək. Düzdür, 20. Bəli. Ay sağ ol. 20. Və 20 biz 20 dənə tam əsri tamamlamışıq da, düzdürmü? Aha. Ay sağ ol. 20 dənə tam əsri tamamlamışıq və yenə də 26 il bu tərəfə keçmişik. Deməli biz neçənin içindəyik hal-hazırda? 21-in Ay malades. Hal-hazırda biz 21-ci əsrin içindəyik. Əsri də tapanda böləcəyik 100-ə. Əgər orada qalıq alınacaqsa, biz artıq növbəti əsrə keçmişiksə, üstünə 1 gələcəyik. anladım. Aydındır? Aha. Bəli. Bir rüb neçə ildən ibarətdir bəs? Ay, onu qarışdırıram yəni. Bir rüb 25 ildən ibarətdir. Yaxşı. Bir rüb 25 ildən ibarətdir. Deməli 100 ilin içində neçə dənə rüb var? 4. Bəli. Deməli bax, 0-cı ildən 25-ci ilə kimi birinci rübdür. 25-dən 50-yə kimi ikinci rübdür. 50-dən 75-ə kimi üçüncü rübdür. 75-dən də 100-ə kimi neçənci rübdür? Dördüncü rüb. Aydındır. İndi tutalım bizə deyir ki, məsələn, 110-cu il. Biz bilirik ki, 110-cu il ikinci əsrdir də. Çünki biz bir dənə 100-ü tamamlayıb ikinciyə keçmişik. Düzdür? Bəli. 110-cu il ikinci əsrin neçənci rübüdür? İkinci əsrin Aha, bax 110-cu il. 10. 110 deyil. Birinci olar. Ay malades. Çünki 0 ilə 25-in arasındadır. Bəli. Aydındır. 25 Bəli. 50'nin arasında olsaydı ikinci rüb, 50 ile 75'in arasında olsaydı üçüncü rüb, 75 ile de 0'ın arasında, yani 75 ile 200'ün arasında olsaydı şey ne olacaktı? Dördüncü. Üçüncü rüb olacaktı. Aydındır. Bəli. Əla. Qəşəng. Hə, gəlirik Azərbaycan ərazisinə ilk insanların yaranmasına. Aydındır. Bəli. Azərbaycan ərazisində ilk insanlar təxminən neçə milyon il bundan əvvəl yaşayıb? 2-3 milyon il əvvəl Şərqi Afrikada. Şərqi Afrikada 2-3 milyon il bundan əvvəl. Əla. Bəli. Azərbaycanda bəs? İlk insan dəstələri 2 milyon il əvvəl olmuş. 1,5. Tamam. Aydındır. 1,5 milyon il əvvəl. Azərbaycan ərazisində ilk insanların yaranmasına şərait yaradan nə idi? Onun əlverişli təbii coğrafi şərait olan ərazilərdə məskunlaşmaları idi. Bax, deməli, əlverişli təbii coğrafi şərait deyəndə biz nəyi nəzərdə tuturuq? Onu deyək ki, Azərbaycan ərazisində təbii mağaralar mövcuddur. İnsanlara qalmağa nə lazım idi? Mağara lazım idi. Düzdür? Ay sağ ol. Mağarada yaşayırdılar. İnsanlara içməyə nə lazım idi? Su. Şirin su. Şirin su var idi. Düzdür? Çaylar var idi, bulaqlar var idi. Aydındır.
Bəli. Nə lazım idi? Ət ehtiyatı lazım idi, bitki lazım idi, meyvə lazım idi və Azərbaycanda meşələrin çoxluğu səbəbindən bunlar mövcud idi. Aydındır. Bəli, müəllim. Bəli, bu əlverişli təbii mühitə görə, bu əlverişli şəraitə görə Azərbaycan ərazisində ilk insan dəstələri nə etmişdilər? Məskunlaşmışdılar 1,5 milyon il bundan əvvəl. Və Azərbaycanın biz yaşayış məntəqələrindən də, mağaralarından da danışanda deyəcəyik ki, Qarabağda hansı mağaraları tanıyırıq? Azıqla Tağlar mağarası. Ay, sağ ol. Qazaxda hansı mağara? Daşsalaqlı, bir də ki, Damcılı. Damcılı, hə. Sənaddır. Aydındır. Bəli. Kəlbəcərdə Kəlbəcərdə Zar, Dağ mağarasıdır. Lerikdə bəs Lerikdə Büzeyir. Uzeyir. Mingəçevirdə hansı mağara? Orada da şey, Qaraca düşər. Qaraca yaxınlığı idi. Qaraca düşərgəsi, bəli, Qaraca düşərgəsi. Mağara demirik, Qaraca düşərgəsini deyirik. Bəli. Əla. İnsanların həyatında müəyyən dövrlər vardı. Məsələn, ibtidai icma quruluşu vardı, quldarlıq quruluşu vardı, feodalizm quruluşu var, kapitalizm quruluşu var. Cəmiyyətdə nə mühüm rol oynayırsa, o insanların həyatında bir quruluş kimi sayılırdı. Məsələn, indi kapitalizm quruluşudur. Hal-hazırda cəmiyyətin həyatında mühüm rol oynayan nədir? Pul. Bəli. Ay sağ ol. Deməli, o dövrdə də ibtidai icma quruluşu, insan cəmiyyətinin ilkin quruluşu. Məsələn, insan ilk dəfə məktəbə gedəndə hansı sinifdən başlayır? İbtidai sinifdən başlayır. İbtidai hər şeyin İlkin inkişaf mərhələsi. ay sağ ol. Və insanların cəmiyyətində də, insan cəmiyyətində də ən uzun sürən quruluş biz deyəcəyik ki, hansı quruluş olmuşdur? İbtidai icma quruluşu. Quruluşu olmuşdur, bəli. İbtidai icma quruluşu neçə dövrə bölünür? 3 dövrə, Dövrə. daş dövrü, tunc dövrü, bir də ki, dəmir dövrü. Hə, dəmir dövrünə, bəli, əhsən. E, niyə görə daş adlandırılırdı? Niyə görə tunc adlandırılırdı? Niyə görə dəmir Ə, dövrüdür? Daş dövrü, çünki insanlar yeni hələ inkişaf eləmədiyi vaxtlar idi. Yəni insanların hər şeyi yeni gördüyü vaxtlar idi. Yəni hər şey daşdan istifadə etdiyi alətlər, nə bilim, heyvanları ovlamaq üçün daşlardan düzəldirdilər hər şeyi belə. Haydi belə deyək. Bizə əgər sual versələr ki, niyə görə ibtidai icma quruluşu daş, tunc, dəmir dövrünə bölünür? Niyə görə bu adlarla adlandırılır? Biz deyəcəyik ki, çünki həmin dövrlərdə əmək alətlərinin materialı əsasən nədən düzəlirdisə, ona əsasən də nə ediləcək? Ona əsasən də adlandırılacaq. Aydındır? Yəni, Bəli, əmək alətinin materialı nədən düzəlirdisə, ona əsasən də biz həmin dövrü nə edəcəyik? Adlandıracağıq. Yaxşı. Bir dənə də keçid dövrümüz var bizim. Hansı dövrdür? Daş dövrünün özü 3 yerə bölünür. Daha doğrusu 4 yerədir. Paleolit, mezolit, neolit. Sonra ən yeni daş dövrü də eneolit adlanır. Yəni ki, Qulaq as, mis qulaq as, çox üzr istəyirəm. Enolit ən yeni daş dövrü deyil. Enolit sözünə diqqət eləsək, enos, mis, litos, daş deməkdir. Mis, daş. hə, tamam. Aydındır. Enos, Bəli. litos, mis, daş dövrü. Yəni insanların həyatında bu dövr niyə görə keçid təşkil eləyir? Biz deyəcəyik ki, insanlar ilk dövründə ilk dəfə nə ilə tanış olmuşdular? Eneolitdə mislə tanış olurlar. İlk metalla. Amma indi bax biraz sonrakı belə deyək söhbətdir bu. Eneolit dövründə insanlar misdən tam şəkildə istifadə edə bilmirlər. Bəli. Tam şəkildə istifadə edə bilmirlər. Bəli. Niyə enolitdən insanlar cəmiyyətdə hər dəfə istifadə edə bilmirlər? Bütün işlərində niyə misdən istifadə edə bilmirlər tam şəkildə? Çünki qədim dövr idi axı, elə bil tam hələ şey olmamışdı məncə, ona görə idi. Mis yumuşaq idi Ayşən. Mis yumuşaq idi. Yumuşaq idi, tez əzilirdi, tez zədələnirdi. Aydındır.
Ürəniz tez əzildiyi, tez zədələndiyi üçün, tez Əlverişli deyildi hələ. əzildiyi üçün, bəli, əlverişli deyildi. Sən onunla kobud bir alət düzəldə bilməzdin. Çəkic düzəldəcəkdin, çəkici ilə nəyəsə vuran kimi sırası əzilib zədələnəcəkdi. Onun Bəli. üçün də insanlar misdən nə kimi istifadə elədilər? Bəzək əşyaları düzəltdilər, qab-qazaq düzəltdilər, sadə Sadə məişət. incəsənətlə məşğul oldular. Ay, sağ ol, bəli. Yaxşı, daş dövrü neçə yerə bölünəcək? Daş dövrü, paleolit, mezolit, neolit. Ay, sağ ol. Paleolit, mezolit və neolit dövrlərinə bölünəcək. Paleolit, yəni necə daş? Qədim daş dövrü, Mezolit, orta daş dövrü, neolitdə yeni. neolit, ay, malades, yeni daş dövrü adlanacaq. Bəli. Qədim daş dövrü, paleolitin özünü də neçə yerə böləcəyik biz? Paleolit alt, üst, bir dəqiqə alt, orta da üst paleolit olaraq bölünürdü də. Əhsən. Ən qədim deməli ibtidai icma quruluşunun mərhələsi hansı mərhələ olacaq orada? Alt. Alt paleolit olacaq. Bəli, tamamilə haqlısan. Deməli, bunu da bildik. Daha sonra daha sonra ee, daha sonra alt paleolit dövrü neçənci minilliklərə əhatə eləyir? Eradan əvvəl 12-ci minilliyə qədər. Qatışdırdıq. Nə ilə qaçışdı? Alt paleolit nədən başlayır? Alt paleolit ilk insanın yaranmasından Bacarıqlı 100 min bundan insanın əvvələ yaranmasından mənim dediyim vaxta qədər idi, elədir? 100 min il bundan əvvələ kimi. İlk insanın Hə, dünyaya gəlməsindən 100 min il bundan əvvələ kimi. Yaxşımı? Yaxşı. Alt paleolit tamam. dövründə hansı insan tipi mövcud idi? Eee, Qədim bir dəqiqə. Siz müəllim şey soruşursunuz. Yəni eradan əvvəl 12-ci minillikdə olur ya, onu soruşmursunuz. Yox. Hələ mən alt paleolitdən danışıram. Alt paleolitdə ilk insan tipi hansı idi? Bacarıqlı insan idi, Neandertal insan idi, yoxsa homo Bacarıqlı insan idi. Ən birinci bacarıqlı insan yaranıb. bacarıqlı insan? Bəli. Niyə görə biz onu bacarıqlı insan adlandırırıq? Onu Çünki həmin dövrdə onlar daşdan əmək alətləri düzəltməyi bacardılar, yeni kəşflər elədi. bilirdilər. Sadə əmək alətləri düzəldə bilirdilər. Hansı materiallardan əmək aləti düzəldirdi? Bacarıqlı insan. Birində Bacarıqlı insan daşdan. daşdan, sonra sümükdən istifadə eləyirdi. Belə vəhşi Ağacdan heyvanların ox istifadə kimi eləyirdi. nədən? Sümükdən, ağacdan istifadə eləyirdi. Ağacdan gəmi üçün istifadə edirdilər. İçini oyurdular, gəmi kimi istifadə edirdilər. O sonrakı dövrdür. Bu bacarıqlı insandır. Bu gəmi düzəldə bilmir. Ey bala, bu meymunu oxşayır. Aydındır. Tamam. Bu heyvanlar nədir? Heyvanlar necədirsə bu da elədir. Bunu bir dənə fərqləndirən sadəcə əmək aləti düzəldə bilməkdir. Vəssalam. Bu heyvanlar kimi ölənlərin ətini də yeyirdi. Heyvanlar kimi öz ölülərinin, öz yaxınlarının ətini də yeyirdi. Ondan sonra heyvanlar kimi ovlanırdı, heyvanlar kimi yaşayırdı. Yəni bunu heyvanlardan fərqləndirən heç bir cəhət yox idi. Bunu heyvanlar aləmindən fərqləndirən ən böyük cəhətlərdən biri əmək aləti düzəldə bilməsi idi. Daha bu gəmizat düzəldib eləmirdi. Bu bacarıqlı insan. Bu nə bilir ki, bunun şuuru var. Yaxşımı? Yaxşı. Yaxşı, bu bacarıqlı insanlar kollektiv şəkildə yaşayırdı, yoxsa tək-tək yaşayırdı? Onlar özlərini vəhşi heyvanlardan qorumaq üçün, sonra qida tələbatının yəni ödənməsi üçün bir yerdə yaşamağa başladılar. Ay, sağ ol, kollektiv şəkildə. Və bu kollektiv necə adlanırdı?
Qəbilə. Yox, qəbilə yox hələ. Ulu. Ulu icma, hə, ulu Ay icma idi. malades. Bəli, ulu icma adlanırdı. Düppələm düz. Ulu icma məqsədyönlü şəkildə birləşmişdi, yoxsa körtəbii şəkildə? Xeyr, ilk mərhələdə xeyr. Yəni məqsədyönlü deyildi, kör təbii şəkildə idi. Körtəbii şəkildə idi. Bəli, çünki Tez-tez dağılırdı çünki onlar. ay, sağ ol, tez-tez dağılırdı, yeniləri yaranırdı. Aydın? Bəli. Bəli. Daha sonra biz nəyə toxunacağıq orada? Deməli, mənimsəmə təsərrüfatı nədir, Aynişan? Mənimsəmə təsərrüfatı, yəni ki, siz hələ qədim dövrdəsiz də, yəni Bəli, paleolitdən bəli, danışırıq. bəli, bəli, bəli. Onlar necə deyim, hələ təbiətdə olan meyvələr, yəni ərzaqları özləri götürüb istifadə edirdilər. Başqa heç nə etmirdilər. Ay, malades. Hazır şəkildə təbiətdən nə edirdilər? Təbiətdən mənimsəyirdilər. Aydındır. Yəni onlar özləri heç nə istehsal eləmirdilər. Və mənə deyirsən nə lazım? Mənə əzbər şəkildə danışmağın lazım deyil. Yəni sırf kitab cümləsi ilə danışırsan, xeyr. Məğzin başa düş, mənasını başa düş, öz sözlərindən ifadə elə. Belə ifadə eləsən qəbuldur. Yaxşı? Yaxşı. Ay, sol. Bəli, düppələm düzdür. Və bu da mənimsəmə təsərrüfatı və yaxud istehlak təsərrüfatı adlanırdı. Təbiətdən hazır şəkildə nə edirdilər? Mənimsəyirdilər. Bacarıqlı insanlar otdan istifadə edə bilirdi. Bacarıq xeyr. Eləyirdi axı mən biləm. Otdan necə istifadə edirdilər? Otdan səncə nə üçün istifadə edirlər? Bacı özümüzü fikirləşək bacarıqlı insanın yerində. Otdan nə üçün istifadə edirik? Ət bişirmək üçün istifadə edirik. Nə bilməm, o yadımdan çıxıb. Yemək bişirmək üçün istifadə edirdilər. İsinmək üçün Hə, istifadə edirdilər. Aydın hə, yırtıcı hə, hə. heyvanlardan qorunmaq Hə, üçün. onlardan qorunmaq üçün od yandırırdılar, ondan istifadə edirdilər, hə, yadımdan düşdü. Ay, sağ ol, bəli. Və bu da adlanırdı nə? Təbii ot. Yoxsa süni ot? Onların əldə etdikləri, yəni yığdıqları təbii ot. Ay, sağ ol. Lakin Təbii ot adlanırdı, süni ot deyildi. Yəni onlar ildırım çaxması zamanı düşən otdan, alovdan istifadə edirdilər. Aydındır? bəli, Azərbaycan Respublikasında alt paleolit dövrü hansı mağara əsasında öyrənilib? Azıq mağarası, Azıq mağara əsasında öyrənilmişdir. Bəli, düppələm düzdür. Azıq mağarası yerləşir hansı rayonun ərazisində? ə, Azıq mağarası Xocavənd ə, rayonunun ərazisində. Çay vadisində idi. Xocavənd rayonunun ərazisindədir. Yaxşı, Xocavəndin ərazisində. Füzuli şəhərinin yaxınlığında. Yaxşı, Azıq mağarasını kim kəşf edib? Məmmədəli Hüseynov Keçənci ildə kəşf edib. ə, neçənci ildə 2 milyon il bundan əvvəl. Məmmədəli Hüseynov Azıq mağarasını 2 milyon il bundan əvvəl kəşf edib. Səhvdir. 1968-ci ildə kəşf edib. Məmmədəli Hüseynov oranı tapıb da, yəni. Daha 2 milyon il bundan əvvəl Məmmədəli Hüseynov zaman maşınında getməyib 2 milyon il bundan əvvələ. Yaxşımı? Hə. Və bu mədəniyyət nə mədəniyyət adlanır? Alt paleolit dövrü mədəniyyəti. O orada insan çənə sümüyü tapıbdı, Bu aşkar etmişdi. tapıntılar hamısı bir yerdə nə mədəniyyətidir? Quru çay mədəniyyəti. Hə. Ay, sağ ol, bəli. Bu Hə, tapıntı elə bil o Quruçay vadisində, Azıq mağarası Quruçay vadisində olmuşdu. Yəni o tərəflərdə oldu çünki. düppələm düzdür, quru çay mədəniyyəti adlanmışdı. Biri dedin nə çənə sümüyü tapılmışdı? Nə çənə sümüyü? Qadına aid, kişiyə aid. Orada elə bil həmin mağarada yaşamış insanın at çənə sümüyüdü.
18-22 yaş arası qadının alt çənə sümüyü. Yaxşı. Tamam. Qadın 18-22 yaşında olub. Gör indi nə qədər danışıbsa sənəsi qopub düşüb yerə. Azıq mağarasından ocaq izləri də tapılıb axı elə bil. Bəli. Aha, neçə min il bundan əvvəl aid ocaq izləri tapılıb? 700 min il bundan əvvəl. Əla, əhsən. Azıq mağarasının içindən heyvan sümükləri də tapılıb. Heyvan skeletləri, heyvan qalıqları. Amma bunlardan bir heyvan idi ki, onun kəllə sümükləri daha çox gözə dəyir. Hansı heyvanın kəllə sümüyü? Ayı. Ayı kəllələri. Bu Ayı. ayı kəllələrinin üzərində cızıqlar var idi, düzdürmü? Aha. Bu cızıqlar nəyə sübut eləyirdi? Zuxlar nəysə deyirdi. Hı. Bu cızıqlar onu sübut eləyirdi ki, deməli burada heyvanlara inam var idi. Heyvanlara inam, heyvanlara sitayiş. Və bunu da nə adlandırırdılar? Totemlərə inam adlandırırdılar. Aydındır, totemlərə Bəli. inam adlandırırdılar. Bəli. Deməli, Orta Paleolit dövrü nə mədəniyyət adlanır? Mədəniyyətlər. Mədəniyyət. Aha, nə mədəniyyət adlanır Orta Paleolit dövrü? Neandertal mədəniyyəti yoxsa Mustiya mədəniyyəti? Neandertal, yəni Almaniyada yer adı idi hətta. Orada insanın sümükləri tapılıb. O Neandertal insandır. Amma bu dövr adlanır Mustiya mədəniyyəti. Ümumiyyətlə bir dövrü mədəniyyət bilirsən niyə adlandırırdılar? Çünki həmin dövrə aid tapıntılar həmin ərazidə daha çox tapıldığı üçün elə adlandırırdılar və Orta Paleolitə aid də tapıntılar daha çox Fransa ərazisində Mustiya adlı yerdən tapıldığı üçün bu dövrü adlandırmışlar Mustiya mədəniyyəti. Orta Paleolit dövrü deməli alt Paleolit dövrü 100 min il bundan əvvələ kimi davam elədi. Orta Paleolit dövrü də 100 mindən neçə minə kimi davam elədi? Mən onları tam şey eləmədim. Kitabda ümumiyyətlə heç ona baxmadım. Və yaxud da ki, bilirsinizsə, Bəli. videodaydı, hə o? Yox, kitabda yazılıb bunlar hamısı. Mən videoda deməsəm belə kitabda var. Kitabdan bunları əzbərləmək lazım. Yaxşı. Tamam. Bilirsiniz, qədim daş dövrü falan gəldi. Sonradan heç ona fikir vermədim hardaydı. Heç görmədim də. Baxarım tezdən. Bundan əvvəldən 35 min il bundan əvvələ kimi davam eləyib. Mustiya mədəniyyəti adlanıb. Və bu dövrdə yaranan yeni insan tipi hansı insan idi? Orada Neandertal insan yaranır. Neandertal insan həm də kobud insan idi. Tarixçilər buna kobud olduğuna görə yonulmamış insan da deyirlər. Süni od əldə eləməyi öyrənmişdilər. Bəli. Nəyi bir-birinə vuraraq süni od əldə edirdilər? Daşları daşlardan istifadə edirdilər. Çaxmaq daşların bir-birinə vuraraq süni od əldə edirdilər. Və bunlar axirət dünyasına da inanmağa başlamışlar. Axirət dünyası nə deməkdir? Axirət dünyasına. Axirət. Axirət dünyası ölümdən sonraki həyata deyilir. Aydındır. Və Orta Paleolit dövründə insanlar artıq Onlar inanırdılar ki, yəni onlar hətta qəbirstanlıqların üstünə əşyalar falan da qoyulurdu o ən qabaqlarda. Çünki inanırdılar ki, orada gedib istifadə eləyəcəklər onlar. Bunlardan sonra istifadə eləyəcəklər, bəli. Amma onlara bir dənə deyən lazım idi, sən öləsən. Deyiləcəksən, amma əşyadan istifadə eləyə bilməyəcəksən. Və alimlər ona əsasən sübut eləyirdilər ki, artıq bu dövrdə qəbir abidələri var idi. Çünki alt paleolit dövründə insanlara demək olar ki, qəbir abidəsi yox idi. Sümüklər dağınıq vəziyyətdə. Sümüklərin dağınıq vəziyyətdə olmağı nəyi göstərir? Bir-birlərinin ölüsünü yeyirdilər insanlar və yaxud heyvanlar parçalayırdı. Dəfn falan yox idi. Amma artıq Orta Paleolit dövrünə aid tapılan insan sümükləri səliqəli şəkildə dəfn olunmuşdu və üzərlərinə təbii qırmızı rəng səpilmişdi, oxra boyası. Bu da ki, həyat rəmzi idi.
Aydındır. Bəli. Və orta paleolit dövrünün qalan bütün hər şeyi alt paleolitlə eynidir. Ulu icmada yaşayıblar. Bunlar da mənimsəmə təsərrüfatı ilə məşğul olublar. Və orta paleolit dövründə süni ot kəşf olunsa belə təbiidən də istifadə ediblər. Yaxşımı? Hı. Yaxşı. Üst paleolit dövrü 35 min il bundan əvvəldən başlayıb, 12 min il bundan əvvələ kimi davam eləyib. Və üst paleolit dövründə ana xaqanlıq bilirik ki, nə etmişdi? Yaranmışdı. Yaranmışdı. Qadınlara daha çox önəm verilmiş. Yəni qadınlar ön planda idi. Yəni, Onlar uşaqların qayğısına qalırdı. Sonra qəbiləni idarə eləyirdilər. bax, Yeməyə falan həmçinin onlar maraqlanırdı. ona görə nəsillər ana xətti ilə birləşməyə başladı. Beləliklə qəbilə icmasının əsası qoyuldu. Ulu icma nə etdi? Ucu olmadı. O. Artıq insanlar qohumluq əsasında məqsədyönlü şəkildə birləşdilər. Düzdürmü? Bəli. Üst paleolit dövründə yaranmış insan hansı idi bəs? Ucu orada ağıllı insan yaranır. Yəni ki, Homo sapiens. bir fiziki və əqli cəhətdən ucu inkişaf etmiş insan yaranmışdı Aferin, orada. bəli. Bizim dədə-babalarımız Homo sapienslər və Homo sapienslər üzürdülər, balıq ovlaya bilirdilər, sallar düzəldib çayın bu tərəfindən o biri tərəfinə nə edirdilər? Keçirdilər. Keçid. Və səsili nitqdən istifadə eləmişlər. Yəni onlar üçün artıq danışıq əlverişli ünsiyyət vasitəsinə çevrilmişdi. Ulu icmanı qəbilə icması əvəz eləmişdi. Qəbilə də qohumluq əsasında nə etmişdi? Birləşmişdi. Aydındır. Bəli. Deməli belə, paleolitlə bağlı qaranlıq bir məqamımız yoxdur ki, düzdürmü? Xeyr. Xeyr. Aha. 5 dəqiqə istirahət eləyək. Ondan sonra mən sənə yenidən link atacağam. Davam eləyək mezolit dövründən, keçək tunc dövrünə. Yaxşı? Tamam. Təkrara da Tamam. baxa bilərsən. Tamam.